Rəsmi distributordan avtomobil alanlar daha çox nəyə fikir verirlər? Qiymətə yoxsa keyfiyyətə? Qiymət və yaxud da keyfiyyət. Mən düşünürəm ki, əslində müştərilər bu seçim qarşısında qalmamalıdır. Niyə qiymət və yaxud da keyfiyyət? Yəni qiymət təbii ki, büdcə həmişə önəmlidir, amma keyfiyyət də bunu da göz ardı etmək olmaz. Hər ikisi önəmlidir və biz Çanqan olaraq, Çanqan rəsmi dileri olaraq elə məhz bunu təklif etmişik həmişə müştərilərə. Qiymət və keyfiyyət bir arada. Təbii ki, heç kimə sir deyil ki, bugün Çanqan avtomobillərini və yaxud digər avtomobillərin fərqi yoxdur. Qeyri-rəsmi dilerdən qənaət edib almaq mümkündür. Amma burada bir məsələ var ki, rəsmi dilerdən müştəri avtomobili aldıqda o bilir ki, onun arxasında böyük bir müəssisə dayanıb. Onun arxasında nəhəng bir istehsalçı dayanıb və bu da əlavə bir rahatlıq, sükan arxasında əlavə bir güvən hissi verir. Düşünürəm ki, rəsmi dilerə üz tutan müştərilər məhz o yanaşma ilə düşünən müştərilərdir.